Dadına doyulmayan klassik reseptlə hazırlanmış yayma tortla qarşınızdayam. Allah hər evə toy nəsib eləsin. Yaxın bir qohumun kiçik toy məclisi üçün hazırladığım yayma tortun bişirmə prosesini tam şəkildə sizlər üçün çəkmişəm. Onu da qeyd edeyim ki, mən 2 porsiya hazırlamışam. 10 yumurtaya 5 iskan şəkər tozu əlavə edib ağarıncaya qədər mikserdən çalırıq. Üzərinə 10 xörək qaşığı bal, 1 çay qaşığı qırmızı sirkə və 2 çay qaşığı dolusu vanil əlavə edib yenidən qarışdırırıq. Sonra 2 paçka 250 qramlıq final yağını ora əlavə edib su buxarında qaynadırıq. Qaynara düşdüyü müddətdə 2 çay qaşığı dolusu çayını soda əlavə edib daha 5 dəqiqə qaynadırıq. Sonra ocaqdan götürüb xəmir yoğuracağımız qaba tökürük. Əl yandırmayan bir istilikdə olduqda yavaş-yavaş unu ora əlavə edib yumuşaq, müəyyən qədər ələ yapışan bir xəmir hazırlayırıq. Xəmir şirnili xəmir olduğundan müəyyən bir vaxtdan sonra onda bərkimə prosesi gedir. Ona görə əgər tortunuzun yumuşaq olmağını istəyirsinizsə, biraz ələ yapışan yumuşaq bir xəmir hazırlayın. Xəmirimizi yoğurub bitirdikdən sonra üzərinə salafan sərib dəsmalla örtüb bir müddət özünə gəlməsini gözləyirik. İndi isə keçirik mühallibimizi hazırlamağa. Mühallibi üçün bizə 1 litr süd, 1 çimdik duz, 4 xörək qaşığı un və 1 xörək qaşığı nişasta, 1 dənə də yumurta lazımdır. Çırpıcı vasitəsilə əlimizi saxlamadan qarışdırırıq ki, nə tabaq olmasın, nə də dibi tutmasın. Bişdikdən sonra isə 1 kub yağ və 1 çay qaşığı vanil əlavə edib soymasını gözləyirik. Xəmirləri kündələyib nazik şəkildə yayıram və qapağı vasitəsilə kəsirəm. Onu da qeyd edeyim ki, 34 sm ölçüdə 16 kojlarım oldu. İndi isə kremi hazırlayıram. 250 qram yumuşalmış yağın üzərinə 1 qab skşonu əlavə edib ağarıncaya qədər qarışdırıram və hazırladığım soyulmuş mühallibini yavaş-yavaş ora əlavə edirəm. Çox gözəl zavarnoy krem alınır. Sonra isə buzluqdan çıxartdığım hazır qaymaqlı kremlə də biraz əlavə edirəm ki, dadına biraz da dad qatsın. İndi isə keçirik kojlarımızı kremləməyə. Kojlarımız çox incə, çox nazik olduğu üçün çox krem vurmağı məsləhət görmürəm. O zaman çox yumuşaq olar və xəmirlənər. Təxminən hər kojun arasına 2 xörək qaşığı dolusu krem kifayət edir. Yuxaların 14-ünü kremlədim, ikisini isə blender vasitəsilə üyüdüb üzərinə əlavə edəcəm. Onu da qeyd edeyim ki, əgər yayma tort hazırlamaq istəyirsinizsə, heç olmasa bir gün qabaqdan hazırlayın ki, bütün dadları bir-birinə qarışsın. Üyütdüyümüz ovuntunu spatulanın köməyi ilə üzərini və kənarlarını krem görünməyəcək şəkildə örtürük. Üzərini isə istəsəz düşbərə kəsənlə, istəsəz də yağlı kağızla istədiyiniz